Dahi rəssam Leonardo da Vinci öz dəftərində xüsusi əl yazması ilə bunları yazmışdı. 1490-cı ildə Müqəddəs Məryəm bayramında Gian Giacomo Caprozzi mənim yanımda yaşamağa başladı. O vaxtlar Leonardo da Vinci'nin 38 yaşı vardı. Yanında yaşamağa başlayan oğlanın 10 yaşı vardı. Onun atası rəssamın üzüm bağlarını kirayəyə tutub becərən biri idi. Gələn gündən oğlan yaramazlıq etməyə başladı. Rəssamın pul kisəsini oğurladı. Leonardo da Vinci'nin dostlarının və müsafirlərinin əşyalarını götürüb gizlədirdi. Qonaqlıq zamanı isə hamıdan çox yeyirdi. Bir ildən sonra rəssam ona Salayi, yəni iblis, cin deyə çağırmağa başladı. Oğlanın yaramazlıqlarına göz yuman rəssam ona hədiyyələr alırdı və bunu dəftərinə qeyd edirdi. Bu oğlana rəssam gözəllik etalonu kimi baxırdı. Hətta qadınların təsvirində belə onun üzündən istifadə edirdi. Leonardo da Vinci'nin Vətvişi Yəhya tablosunda Salayi təbəssümlə bizə baxır, əli ilə nəyinsə işarə edir. Leonardo da Vinci onunla 25 il birlikdə yaşadı, hər nazını çəkdi. Mona Lisa tablosunda belə sanki onun üzündən istifadə etmişdi. Salayi isə bundan sonra Mona Vanna adlı tablo yaratdı, sanki ustadını ələ salırdı. Dünyanın xilaskarı tablosunda İsa peyğəmbəri belə Leonardo Salayiyə bənzətmişdi. Rəssam Fransa kralına xidmət edən zaman Salayi də onunla birlikdə idi. Kral ona hətta maaş da verirdi. Rəssam Leonardo da Vinci dünyasını dəyişəndən sonra vəsiyyətnaməsinə görə ən gözəl tabloları və üzüm bağları Salayiyə qaldı. Mona Lisa tablosunu o Fransa kralına satdı. Salayi 5 ildən sonra öz üzüm bağlarında arbaletdən açılan oxla öldürüldü.